Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Esselamu aleykum ve rahmetullahi ve berekatuh. Hörmətli qardaşlar və bacılar. Bugün bizə ən mübarək, ən fəzilətli ay yaxınlaşır. Ramazan ayı. 11 ayın sultanı, rəhmət, məğfirət və cəhənnəmdən azadlıq ayı adlandırılan bu ayda Allah bizə böyük fürsətlər verir. Ramazan sadəcə yeməkdən və içməkdən uzaq durmaq deyil. Bu, ruhumuzu təmizləmək, günahları yandırmaq, təqva sahibi olmaq və Allahla bağımızı möhkəmlətmək ayıdır. Bu videoda Ramazan ayının mənasını, Quranda və hədislərdəki yerini, böyük İslam alimlərinin tövsiyələrini, bu ayda nələr etməli və nələrə diqqət etməli olduğumuzu ətraflı danışacağıq. Həm mənəvi, həm də maddi cəhətdən faydalı olacaq məlumatlar verəcəyik. Hazırsınız? Bismillahirrahmanirrahim. Ramazan sözü ərəbcə ramida kökündən gəlir. Yandıran, təmizləyən mənasındadır. Çünki bu ayda günahlar yandırılır, ruh təmizlənir. Qurani Kərimdə adı açıq şəkildə keçən yeganə aydır Ramazan. Allah Teala Bəqərə surəsinin 185-ci ayəsində buyurur: "Şəhru Ramadanəl-ləzi unzilə fihil-Qur'anu hudən lin-nas və bəyyinatin minəl-hudər vəl-furqan." Mənası, Ramazan ayı insanlara hidayət, haqqı batildən ayıran dəlillər kimi Qur'anın nazil olduğu aydır. Bəqərə surəsinin 183-cü ayəsində isə orucun farz qılınması və məqsədi açıq deyilir. "Ya eyyuhellezine amanu kutiba aleykumus-siyamu kema kutiba alellezine min qablikum la'allakum tettaqun." Mənası, ey iman gətirənlər, sizdən əvvəlki ümmətlərə farz qılındığı kimi sizə də oruc farz qılındı ki, təqvalı olasınız. Bu ayələr orucun əsas məqsədini göstərir. Təqva, yəni Allahdan qorxmaq, haramdan uzaq durmaq, nəfsi cilovlamaq. Həmçinin bu ayda Qədr gecəsi var. 1000 aydan xeyirli gecə. Qədr surəsində buyurulur: Qədr gecəsi 1000 aydan xeyirlidir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazan haqqında çox gözəl hədislər buyurub. Səhih Buxari və Müslimdə keçən bəzi hədislər bunlardır. Ramazan girəndə cənnət qapıları açılır, cəhənnəm qapıları bağlanır, şeytanlar zəncirə vurulur. Kim iman və ihtisasla, yəni səvabını Allahdan umaraq Ramazan orucunu tutsa, keçmiş günahları bağışlanır. Ramazan ayı başı rəhmət, ortası məğfirət, sonu cəhənnəmdən azadlıqdır. Əgər qullar Ramazanın fəzilətlərini bilsələrdi, bütün ilin Ramazan olmasını arzu edərdilər. Digər aylardan fərqli olaraq, bu ayda nafilə ibadətlər farz kimi qəbul olunur. Farz ibadətlər isə 70 qat səvablı olur. Oruclu üçün dua qəbulu asanlaşır. İftar etdirənə oruclunun səvabı qədər səvab verilir. Böyük alimlər və Peyğəmbərimiz sallallahu aleyhi və səlləm Ramazanı belə təsvir ediblər. Peyğəmbərimiz Ramazanda Cəbrail əleyhissalam ilə Qur'anı müqabilə edərək oxuyardı, son 10 gün itikafa girər, ibadəti artırardı. Alimlər buyurur ki, oruc qalxandır. Oruclu dilini, gözünü, qulağını haramdan qorumalıdır. Əgər kimsə sövsə, mən orucluyam deyə cavab versin. Günahdan uzaq durmaq, yalan danışmamaq, qeybət etməmək, qəzəbdən çəkinmək çox vacibdir. Çünki bunlar orucu zədəliyir, səvabını azaldır. Ramazan nəfsi tərbiyə ayıdır. Ac qalmaqla acların halını anlamaq, şükr etmək öyrənirik. İndi gəlin, bu ayda nələr etməli və nələrə diqqət etməli olduğumuzu ətraflı danışaq. Mənəvi cəhətdən ən önəmli ibadətlər bunlardır. Əvvəla oruc tutmaq, səhürü gec, iftarı isə tez açmaq sünnədir. Quran oxumaq, ən az bir hətim etmək çox səvablıdır. Çünki Peyğəmbərimiz Ramazanda Qur'ana daha çox diqqət yetirərdi. Təravih namazı qılmaq. Bu, Ramazan ayına xas olan yatsı namazından sonra qılınan nafilə namazdır. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur: Kim Ramazanın fəzilətinə inanaraq
və savabını Allahdan umaraq təravih namazını qılsa, keçmiş günahları bağışlanır. Təravih cəmiyyətlə qılınmaq daha fəzilətlidir və Ramazan gecələrini ihya etməyin ən gözəl yoludur. Təhəccüd namazı da Ramazanda çox tövsiyə olunur. Bu, yatsı namazından sonra bir müddət yatıb, gecə qalxıb qılınan nafilə namazdır. Gecə ibadəti Allahın lütfünün ən çox yağdığı vaxtdır. Quranda buyurulur, gecənin bir hissəsində qalxıb, sənə məxsus nafilə olaraq təhəccüd qıl, bəlkə Rəbbin səni mədh olunacaq bir məqama qaldırsın. Ramazanda təhəccüd qılmaq, dua etmək və istiğfar çəkmək günahların bağışlanmasına və mənəvi yüksəlişə səbəb olur. Çox dua, istiğfar və tövbə etmək. Xüsusilə Qədr gecəsində Allahümmə innəkə afuvvun tuhibbul afva fa'fu anni duasını çox təkrar etmək. Sədəqə vermək, iftar süfrəsi qurmaq, yetimlərə və ehtiyaclılara kömək etmək. Son 10 gün itikaf etmək. İtikaf, məsciddə qalıb ibadət, dua və Quran oxumaqla keçirməkdir. Peyğəmbərimiz son 10 gün itikafa girər ki, Qədr gecəsini qaçırmasın. Mümkünsə, bu sünnəti yaşamağa çalışaq. Dilimizi, gözümüzü, qəlbimizi haramdan qorumaq, ğeybət, yalan, boş sözlərdən uzaq durmaq. Maddi cəhətdən isə səhürdə balanslı qidalanmaq, proteinli, lifli qidalar, yumurta, pendir, meyvə və bol su içmək. İftarda həddindən artıq yeməmək, israf etməmək, yavaş-yavaş, az-az yemək. Bu ay bədənə detoks effekti verir, həzm sistemini dinləndirir, iradəni gücləndirir və empatiya hissimizi artırır. Acların halını daha yaxşı başa düşürük. Diqqət etməliyik ki, qəflətə düşməyək, vaxtımızı televizor qarşısında və ya faydasız işlərdə itirməyək. Bunun əvəzinə ibadətə, Qur'ana, duaya yönələk. Digər aylardan fərqli olaraq, bu ayda günah bağışlanması asandır, ibadətlər qat-qat çoxalır, fürsəti qaçırmayaq. Hörmətli izləyicilər, Ramazan bizə təqva, şükür, təmizlik və yardımlaşma öyrədir. Bu ay cənnətdən bir parça, Allahın bizə verdiyi böyük nemətdir. Allah hamımızın Ramazanını mübarək etsin, orucumuzu qəbul etsin, günahlarımızı bağışlasın, dualarımızı qəbul buyursun. Amin. Videonu bəyənməyi, abunə olmağı və paylaşmağı unutmayın. Növbəti videolarda iftar reseptləri, Qədr gecəsi duaları və daha çox məlumat olacaq. Allah razı olsun. Vəssalamun aleykum və rəhmətullahi və bərəkatuh. لا